Salam yoldaşlar, əziz izləyicilər. Bu sual çox sadə sualdır. Bu öz yerində, öz qaydasında. Amma uşaqlar çox diqqətsiz yanaşırlar suala. Nəyə görə? Bax, burada girls var. Girls. Nə funksiyasındadır? Görürsünüz, özündən sonra vergül ilə ayrıldığına görə xitabdır. Xitab. Yəni, biz müftadiyə əsasən qayıdış əvəzliyimizi verdiyimizə görə bu girls'ün bizim verəcəyimiz cavabının bir dəxlisi yoxdur. Ona görə çox adam girls'ü görür. Burada ümumiyyətlə themselves cavabı yoxdur. Məsələn, burada F themselves də ola bilərdi də. Çox adam götürdü, F'i götürürdü. Amma yox. İndi baxacağıq. Settle the problem. Gördüyünüz kimi cavab ya olacaq yourself ya da yourselves. Problemli cəm olunur. Yourself. Xeyr, yourself yox. Çünki burada girls da cəmdir. Yəni bu ümumi bir cəmliyə xitab eləyir. Ona görə cavabımız olacaq Y variantı. Dinlədiyiniz üçün təşəkkürlər.